Üstədə ayaqlarımı, qarnımı bərki, üstədə ayaqlarımı. Bu mənada cəhənnəm həftəsi fiziki hazırlıq cəhətdən xüsusi çətinliklə fərqlənsə də, ilk növbədə gələcək kursantların sinir sistemini və mənəvi durumunu sınağa çəkir. Məhz bu səbəbdən ilkin hazırlıq prosesində normal olaraq gələcək kursantların sayı təxminən 50 nəfərə yaxın olsa da, cəhənnəm həftəsindən sonra əsas təlim kursuna yalnız 7-8 nəfər qalır. Təlim prosesində tətbiq olunan fiziki hazırlıq proqramı qısa müddət ərzində kursantların fiziki güc və dözümlülük imkanlarının maksimal həddə çatdırılmasını təmin edir. Eyni zamanda məşğələlərin strukturu elə şəkildə qurulub ki, gələcəyin xüsusi təyinatlısı qələbənin ilk növbədə kollektiv nəticə olduğunu alt şüur səviyyədə qavrasın. Fiziki hazırlıqdan başqa xüsusi diqqət kursantların stresə dözümlülüyü bacarıqlarına yetirilir. Stresə dözümlülük ilk növbədə təlimçilərin daimi presinqi və gündəlik həyatda yuxu, yemək, istirahət, ünsiyyət, müstəqillik kimi vacib olan məqamlarda məhrumiyyət vasitəsilə inkişaf etdirilir. Bundan başqa, sualtı hücum və müdafiə dəstəsinin gələcək döyüşçüləri suda ekstremal şəraitdə həyatda qalmaq və döyüş aparmaq bacarıqlarını da mənimsəyirlər.